filial üçün tenti biz eləmişdik. Müştəri mənə zəng elədi, dedi ki, Aytan xanım, birincidəki olan konstruksiya kimi ikinci tent istəyirik. Mən də qiymət dedim, müştəri bəyənmədi. Dedi, yox, çox bahadır. Bu konstruksiya burada 5 gündür var. Başa düşürəm ki, müştərilərim yaxşı tenti görürlər və bunu vurdurmaq istəməyiblər ki, bu tent 5 gündür buradadır. Gəlin göstərim sizə toz içindədir. Mən sizə göstərəcəm bizim konstruksiyanı. Konstruksiya buradan yığılmamalıdır. Siz burada niyə yığılır? Profil nazik olduğu üçün dayağa buradan yığılır. Əgər profil qalın eləsəydilər bizdəki birincidəki kimi, bu burada olmayacaq. Bu içərdən olacaqdır. Baxın, vurulmamış tentin halına baxın. Görürsünüz də toz içindədir. Birinci işi yaxşı görəndə, ikincisi belə olanda onun üçün bəyənmirlər. Bura bizim evimizin yanıdır. Oradan istəyirəm ki, restoranın birinci filial üçün tenti biz eləmişdik. Müştəri mənə zəng elədi, dedi ki, Aytan xanım, birincidəki olan konstruksiya kimi ikinci tent istəyirik. Mən də qiymət dedim, müştəri bəyənmədi. Dedi, yox, çox bahadır. Bu konstruksiya burada 5 gündür var. Başa düşürəm ki, müştərilərim yaxşı tenti görürlər və bunu vurdurmaq istəməyiblər ki, bu tent 5 gündür buradadır. Gəlin göstərim sizə toz içindədir. Mən sizə göstərəcəm bizim konstruksiyanı. Konstruksiya buradan yığılmamalıdır. Siz burada niyə yığılır? Profil nazik olduğu üçün dayağa buradan yığılır. Əgər profil qalın eləsəydilər bizdəki birincidəki kimi, bu burada olmayacaq. Bu içərdən olacaqdır. Baxın, vurulmamış tentin halına baxın. Görürsünüz də toz içindədir. Birinci işi yaxşı görəndə, ikincisi belə olanda onun üçün bəyənmirlər.